Saatın yenilənən məlumatları ASTV xəbərin 16 buraxılışında sizi mən Lalə Məmmədova salamlayıram. Növbəti süjetimiz Vətən müharibəsində iştirak edən qəhrəman əskər şəhid Niyaməddin Məhərrəmov haqqında olacaq. Onun doğulub boya başa çatdığı Beyləqan rayonundan reportajımız var. Azərbaycan marşını oxuyaraq ön cəbhəyə yola düşən əskər Niyaməddin Məhərrəmov Vətən müharibəsində könüllü olaraq iştirak edib. Cəbrayıl, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilib. Oktyabrın 6-sında Füzuli istiqamətində şəhidlik zirvəsini ucalır. Özünün öz könlündən 34 yaşında təkrar hərbi xidmətə getdi. Marşları Azərbaycan əsgərinin axşamdan səhərə kimi oxudu, tezliyində qaç getdi. Elə bir ki, ürəyən dammışdı, ondan da bir-iki ay qabağa. Yoldaşlarını çağırıb, iki qulu yolanıq deyə həyatı bilmək olmaz. Kim nəsər ölər, kim nəsər gedər. Noyabrın 15-də bizə məlum oldu ki, bu şəhid olub. Babası şəhid olub, o birisi əmlərinin hamısı veteran olub. Yəni bu bizim qanımızdadır. 26-sının gecəsi idi. Zəng elədi, mənlə danışdı. Dedi, həyatdır, belə olmaz, belə olar. Mən anı yandana dedim, özünü gözlə. Və bizim Qarabağımızı kim alsın? Bax, axır sözü məndən, o olub. Vətən mənə övladlarımdan da şirindir. Biz analarımızı, bacılarımızı, vətənimizi qorumuruqsa, bu torpaqda niyə gəzirik? Şəhid Niyaməddin Məhərrəmova aiddir bu sözlər. Oğlumu qürurlayıram ki, hamı salamat, balaları salamat, kəndim salamat, kəndim fəxr edir, ailəm fəxr edir. Mən fəxr edirəm, elə həmişə fəxr eləmişəm. İndi də bir qeyri-adi fəxr edirəm ki, belə oğul böyütmüşəm. Bir evin deyil, elin qəhrəmanı olan Niyaməddin Məhərrəmov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Şamilə Şamil qızı Kamran İsayev, ASTV xəbər.